nədir? Aydınlaşdıra bilirik. Baxın, belə baxsaq, bu birinci sütun sayılır. Birinci sütunda baxıram, 2 dənə A hərfi var, 2 dənə T hərfi var. Qarşısında verilən rəqəmlərə də sütun üzrə baxıram, yəni birinci sütuna baxıram. Birinci sütunda 2 dənə 2 rəqəmi var, 2 dənə 9 rəqəmi var. Mən bu A-ların, T-ların, kodlarını tapa bilmirəm. Çünki hər ikisindən 2 dənədir. Yerdə qaldı burada tək N hərfi. Deməli, burada da tək 0 rəqəmi qaldığına görə N hərfinin kodu 0-dır. Ümumiyyətlə, şifrələr mövzusunda rəqəmlərdən birini və yaxud da hərflərdən birini tapanda variantlarla işləyib cavabı tapmaq olur. Yəni, bütün hərflərin hamısını və yaxud da rəqəmlərin hamısını tapmağa ehtiyac yoxdur. İndi biz tapdıq N hərfi, kodu 0-dır. Bizdən də burada soruşur nar sözün. Nar sözündə N hərfi birinci rəqəmimizdir, hərfimizdir daha doğrusu. Deməli, birinci rəqəmimiz 0 ilə başlayacaq. Baxıram variantlara, 0 ilə başlayan variantımız elə Y variantıdır. Deməli ki, nar sözünün kodu olacaq 0,25. Yəni, biz bir dənə 0 rəqəmini tapmaqla variantlarla cavabı tapmış olduq.